Öz dolmalarımız bundan daha dadlıdır. Son günlər sosial şəbəkələrdə məşhur olan sumaklı quru badımcan dolmasını gəlin bir yerdə biz də dadına baxaq. Görək həqiqətən də dadlıdırmı? Bu formada açılır. Baxaq. Eyni zamanda vurğulamaq istəyirəm ki, bu dolmanı həm isidərək, həm də soyuq şəkildə, yəni birbaşa açaraq yemək mümkündür. Üzərində belə yazılıb təlimat əsasında. Açırıq. Daha doğrusu açmağa çalışırıq. Baxın bu formadadır. Həmişə kimi qoxusuna baxın. Dolmanın iyi gəlmir, prosta badımcanı iyi gəlir. İçindən balaca birini götürək, yoxlayaq. Baxın bu formadadır. Dadını yoxlayıram. Yəni dadı bir o qədər də məncə yaxşı deyil. Yəni bizim öz dolmalarımız bundan daha dadlıdır. Ümumi götürdükdə badımcanın qismən tamı gəlir, amma yəni tam o tam deyil də. Yəni badımcan da, dolmanın tamı da o dadda o tamda deyil. Ümumi götürdükdə qiymətləndirsək məncə 10 üzərindən 5'dir. O qədər bəyənmədim. Tərlan belə deyir.